İslami İnkişaf Bankı qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında bir sıra sazişlərin mübadiləsi baş tutub. Ümumi dəyəri 4,7 milyard ABŞ dolları dəyərində 32-dən çox saziş və anlaşma memorandumu imzalanıb. Sazişlərin imzalanması İslam İnkişaf Bankının Halal İqtisadiyyat Liderlik Forumu, Azərbaycan Halal Biznes Forumu 2026 və özəl sektor forumu çərçivəsində baş tutub. Tədbirlərdə İslam İnkişaf Bankına üzv və digər ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, siyasətçilər, beynəlxalq maliyyə institutlarının nümayəndələri, investorlar və özəl sektor təmsilçiləri iştirak ediblər. Özəl sektor forumunun açılışında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, imzalanan sənədlər Azərbaycanın investisiya imkanlarının genişlənməsinə, özəl sektorun inkişafına və beynəlxalq iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Nazir vurğulayıb ki, ölkənin iqtisadi şaxələndirmə strategiyasında emal sənayesi, kənd təsərrüfatı və qida emalı, logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar və digər qeyri-neft sahələri prioritet istiqamətlər olaraq qalır. Toplantılar çərçivəsində özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında bir sıra əməkdaşlıq sənədləri də imzalanıb. Bunlar arasında özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə SOCAR arasında maliyyələşdirmə, investisiya və konsaltinq imkanlarının araşdırılmasına dair əməkdaşlıq sazişi, eləcə də özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında 200 milyon manat məbləğində saziş yer alıb. Qeyd edək ki, Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq 1992-ci ildən davam edir. Bank ölkədə iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir və 2007-ci ildən etibarən Azərbaycanda yerli nümayəndəlik vasitəsilə fəaliyyət göstərir. İmzalanan yeni sazişlər tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək. Havar Şəfiyeva, Leyla Səməddər, Cuma Kazımov, Yeni Azərbaycan TV.